Bəzən elə bir an gəlib çatır ki, birini unutdum deyirsən, amma dildədir, əməldə yox. Və saatlarla gecədən səhərə yaxın o qədər düşünürsən ki, az qala belə bir ifadə var, bura harada ayırma kimi xəyallarında belə azırsan. Bəlkə bunun fonundan söhbət edir, rəngarəng olsun, hə? Özünə bircə dəfə də olsun sual vermirsənmi, nə üçün səni udamıram? Niyə udamıram da? Yəni sən kimsən də sən? Bu qədər mi vacibsən? Bilirsən, insanın, sən deyəcəm, siz yox, biraz daha aydın olsun. Elə bir məqam gəlib çatır ki, o sənin ürəyinə elə hopur, ruhuna hopur, beyninə hopur, büsbütün də bu adam sənsin, sən də budur. Və onu da doğmalaşdıran xatirələrdir. Daima gecədən səhərə kimi söhbət edirsən, hər şeyi bölüşürsən, evin içinə qədər. Və nəticə etibarilə də sanki qoxursan da, o adam qoxursan, ətri kimi. Şərt o deyil, ətri üstünə olsun, yəni ətri kimi qoxursan. Çalışın bəzi məqamlarda ayrılmağa da bilir. Çünki asılı olduğunuz təqdirdə həyatınızı itirəcəksiniz. Gedənə heç vaxt qaldırmayın, qapı oradadır. Başqa yol yoxdur. Çünki itirəcəksən. Gündən günə fikirləşirsən, əliyirsən axı.